Buyurun Turan müəllim. Çox demək, önəmli bir hissəyə toxundunuz. Maarifləndirmə məsələsi. Məsələn, praktikada deyirəm, bununla bağlı özümün də bir müsahibəsi və videosu var. Ümumiyyətlə, dələduzlar iki cür olur. Mənim, yəni bu şəxsi yanaşmamdır və təcrübəmə əsasən. Müqaviləli dələduzlar və müqaviləsiz dələduzlar. Bunlar necədir? Müqaviləsiz dələduzlar... Ora əlavə elə, rəsmi və qeyri-rəsmi. Bəli, yəni müqaviləli dələduzlar necədir? Dələduzların bir növü o qədər professionallaşır ki və o qədər kamuflyaj olunur ki, onları aşkara çıxartmaq qeyri-mümkün olur və bəzən əməllərində dediyiniz kimi uydurma və saxta əqlər əsasında pərdələyə bilirlər. Məsələn, bu adətən bir çox hallarda tikinti şirkətlərində mən buna rast gəlmişəm ki, evi bir neçə nəfərə satırlar və s. və yaxud da deyirlər ki, sənə Qobu qəsəbəsində, Xoca Həsəndə ev tikəcəm və s. adı ilə 30 min, 40 min pul alır və başlayır şey eləməyə. Bir müddət sonra artıq həmin demək, dələduz yoxa çıxır. Ancaq həmin vətəndaş həmin şəxsə qarşı, yəni ona qarşı dələduzluq törədən şəxsə qarşı heç nə eləyə bilmir. Nəyə görə? Çünki o əməlini müqavilə əsasında pərdələyir. Yəni bunu adətən müqavilə bağlayan dələduzlu adətən məsuliyyətdən yayınmağı daha öncədən fikirləşir, beynində qurur, subyektiv cəhətdən birbaşa qəsdən, vahid qəsdən əhatə olunan bir əməllə qabaqcadan öz əməlini pərdələmək üçün müqaviləyə üst tutur və vətəndaşla müqavilə bağladığı üçün bu Avropa Konvensiyasının və bizim yerli qanunvericiliyə əsasən heç kəs müqavilə öhdəliyini icra edə bilmədiyi üçün, azadlıqdan məhrum edilmədiyi üçün bunu əsas tutaraq əqdi pərdələyir və öz əməlinə, yəni öz çirkin əməlinə nail olur.